59 nömrəli testin şərtində deyilir ki, X oxu boyunca hərəkət edən 4 kiloqram kütləli cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Əvəzləyici qüvvənin 50 saniyə müddətində cisim üzərində gördüyü işi hesablayın. Deməli, bizə verilib sürət zaman qrafiki və biz qrafikə əsasən deyə bilərik ki, cisim 0-30 saniyə ərzində bərabər yeyinləşən hərəkət edir, 30-50 saniyə ərzində isə bərabər sürətlə hərəkət edir. Və bərabər sürətli hərəkətdə cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olduğundan 30 saniyə, 50 saniyə müddət ərzində cisim iş görməmişdir. Biz baxırıq 0-30 saniyə ərzində görülən işə. Həmçində biz bilirik ki, görülən iş A bərabərdir, delta Y kinetik. Yəni, kinetik enerjinin dəyişməsinə bərabərdir. Biz bu düsturu açsaq, alırıq ki, mv kvadratı bölünsün 2 çıxılsın, mv0 kvadratı böl 2. Buradan biz m bölünsün 2-ni mötərizə xərcinə çıxardıq. Deməli, v kvadratı son sürətimiz 20 kvadratı 400 çıxılsın. Başlanğıc sürətimiz də 0. Hesablasaq eləyir 800.